Salam əziz tamaşaçılar. Bugün siz dizayner olmaq üçün ilk növbədə nələri bilmək lazımdır sizə izah eləyəcəm. Hər şeydən öncə bizə lazımdır CorelDRAW proqramı kompüterimizdə olsun. CorelDRAW-nun bütün versiyaları demək olar ki, bir-birinə yaxındır. Mən sizə Corel X6 üzərində bütün işləri izah eləyəcəm. Yəni bir sözlə ilk növbədə CorelDRAW proqramına başlayıram. Dizayn işinin bilmək üçün CorelDRAW əsas proqram sayılır. 80% iş CorelDRAW-dan asılıdır, 20% iş Photoshop-dan asılıdır. Əsas əməliyyatda CorelDRAW-da görülür. İndi biz CorelDRAW proqramını açaq. Bura X veririk. Bunu bağlayırıq. Bu lazım deyil. Cancel. Lazım deyil. Deməli, burada siz görürsünüz ki, ilk pəncərə açıldı. İlk pəncərədə biz yeni səhifə yaratmaq üçün New Blank dokumenti seçirik. OK. Bu gördüyünüz bu ağ vərəq. Bu bizə ancaq lazım ola bilər. Üzr istəyirəm. Gördüyümüz işi bura yerləşdirib çapa göndərmək üçün. Çünki printer sırf bu səhifənin içərisini görür. Bu sərhəddən, bu xəttdən qırağa olan şeyi, obyektləri, elementləri printer görmür. Yuxarıda göstərilən bu paneldə də bu səhifənin ölçüləri, formatı, hər şey burada qeyd olunub. A4 formatdır. İstəsək onu A3 qoya bilər. Əgər A3 kağız çap eləyəcəksə, onun ölçüsünü ehtiyac yox dəyişmək. Çünki A3 qoyanda avtomatik ölçü dəyişir. Bu səhifənin knijni albomda eləmək üçündür. Burada gördüyümüz işlərin, obyektlərin, elementlərin ölçülərini millimetrlə etmək, santimetrlə etmək və yaxud metrlə etmək üçün seçirik bəri başdan. Bu isə biz sonra obyektlər üzərində işləyərkən bunu mən sizə son izah eləyəcəm. İlk növbədə əlifba olaraq Corel'da bizə bilmək lazımdır. Sol panel, sağ panel. Sol paneldə bizim alətlərimiz, fiqurlarımızdır. Sağ paneldə isə bütün rəng paletramızdır. Bu sağ paneldə aşağıda ox işarəsi var. Onu açdıqda bütün rəng paletramız burada aydın şəkildə bizə görsənir. Burada isə sol paneldə görürsünüz, hər birinin altında xırda oxlar var. Biz oxların üstünə vurmaqla içərisindəki olan iki aləti görürük. Hərisinin, məsələn, oxların yanında biz bir neçə aləti görürük. Misal üçün, hətta üstünə basıb saxlasaq da belə panelin, alətin, onun içərisində olan bütün alətləri bu formada çıxacaq. İstədiyimiz aləti seçmək üçün üzərinə müşkan sol düyməsinə basırıq. Bu alətlər panelini sizə bir-bir keçəcəm. İlk növbədə bizə başlamaq lazımdır kvadratdan. Bizim işimizin əlifbası kvadratdır. Çünki bütün işimiz bizim kvadratla əlaqəlidir. Bu səhifədə isə bizə bu gördüyümüz bu səhifəni göstərməmək üçün müşkanın orta düyməsini basdıqda əl işarəsi gəlir. Əl işarəsini biz sağa doğru bu səhifəni itələyirik ki, bizə bu səhifə mane olmasın gördüyümüz işə. Kvadratı seçirik. Müşkan sol düyməsini kvadrat çəkirik. Kvadrat çəkildi. Bu kvadratı ölçüləri yuxarıda qeyd olunub. Biz istəsək özümüz də onu ölçü verə bilərik. Məsəl üçün 300 mm-in 150 mm. Enter basanda bizim kvadratımız o razmerə gəlib çıxır. Bizim burada qıfıl işarəsi var. Qıfıl işarəsi basılı olduqda isə, qıfıl bağlı olduqda isə biz yalnız bir tərəfinə ölçü verə bilirik.
Məsəl üçün 400 verdik. Gördüyünüz kimi avtomatik hündürlük özü proporsional şəkildə dəyişir. 150 idi, oldu 200. Yəni uzunluq nə qədər dəyişirsə, hündürlük də ona uyğun dəyişir. Və ya da hündürlüyü biz dəyişsək, 150 eləsək, avtomatik uzunluq da 300 mm olur. Yəni ona uyğun dəyişir. Bu qıfıl bağlı olduqda idi. Açıq olduqda isə biz 400 qoyduqda hündürlük olduğu kimi qalır yerdə. 150 qalır. Hündürlük 200 elədikdə yenə uzunluq olduğu kimi qalır yerində. Bu belə. Bunlar yəqin ki, sizə aydın oldu. Digər şeyləri bilməyə hələ ki ehtiyac duyulmur. Sağ tərəf paneldə biz gördüyümüz bu rənglərdən istədiyimizi üstlərinə basıb sol düymə ilə verə bilərik. Bir şeyi sizə qeyd edeyim. Seçdi birinci aləti. Birinci aləti seçəndə əgər qırağa vursaq, bu obyekt qeyddən çıxır. Üzərinə vursaq, görürsünüz bu künclərdə, ortada olan kvadratlar. Bu göstərir ki, obyektimiz qeyddədir. Qırağa vurduqda qeyddən çıxır. Əgər qıraqdan vurub rəng vermək istəsək, rəngi verməyəcək. Belə pəncərə çıxacaq ortalığa. Rəng vermək istədiyimiz obyekti mütləq biz qeyd eləməliyik. Üzərinə tıklayıb. Tıkladıq, rəngimizi verdik. Qırmızı rəng. Sizə ikinci alət barədə indi informasiya vermək istəyirəm. Kvadrat üzərində. Bu ikinci alət üzərinə tıkladıq. İkinci alət seçib kvadrat üzərinə tıkladıqda qeydimiz başqa cür alınır. Künclərdə kvadrat qeydlər olur. Bu kvadrat qeyddə hər hansı birinin üzərinə sol düyməni vurub dartsaq, aşağıya doğru görürsünüz ki, avallaşma gedir. Bəli, bizim obyektimiz avallaşır. Təzədən sola doğru dartsaq, obyektimiz əvvəlki vəziyyətə qayıdır. Biz istəsək, bir tərəfi də seçib onu adını avallaşdıra bilərik. Bir tərəfi. Və yaxud da bu tərəfi seçdikdən sonra Shift düyməsini basıb ikinci tərəfi seçə bilərik və birindən tutub, bir tərəfindən tutub sola doğru dartsaq, görürsünüz hər iki tərəf ovallaşır. Bunu biz nə üçün eləyirik? Bizə bəzən lazım olur ki, sol yuxarı tərəfdən sağ aşağı tərəfin avallığı eyni olsun. Üzr istəyirəm. Geri qayıtmaq üçün gördüyümüz ki, bu düymədən istifadə olunur. Sonraki əməliyyata qayıtmaq üçün bu düymədən istifadə olunur, yuxarıdakı paneldə. Yəni bunları nəzərdə saxlayın. Demək, geri qayıdaq. Nə üçün istifadə olunur o? İki düymə birdən tutmaq. Məsələn, birini tutdum, avallaşdırdım. İkinci tutdum, məsəl üçün, ya beləncə vəziyyətdə ola bilər. Bunun üçün dala qayıdırıq, Ctrl basırıq, tuturuq buna, vururuq bu küncə. Ondan sonra bunu dartanda avallaşma gedir. Bəzən bizə lazım olur ki, avallaşma az olsun. Məsələn, bu qədər. Özür istəyirəm, Ctrl basıb vurduq üstünə, avallaşma bu qədər olsun. Amma burada bunu özümüz gözəyarı elədiyimiz üçün burada o avallaşma dəqiq olmaya bilər. Məsəl üçün, gözəyarı biz bunu elədik. Amma yenə də bu ölçü eyni olmaya bilər. Biz ondan ötürü məcbur oluruq ki, dala qayıdaq, həm bu küncü, həm də Ctrl basıb bu küncü, üzr istəyirəm, Shift-i basıb, həm bu küncü, həm də Shift-i basıb bu küncü qeyd eləyib bir tərəfə dartırıq ki, hər iki tərəfin avallığı, məsələn, bu qədər istəyirəmsə, bu qədər olsun avallıq, bu qədər istəyirəm, bu qədər olsun avallıq, eyni olsun. Bugünlük bu qədər kvadrat haqqında bunları keçdik. İnşallah gələn dərslərdə biz aval, altıkünc və digər figurlar barədə inşallah sizə izah edəcəm. Oldu, hələlik, sağ olun.